Hakimin mübah əməlləri etməsidir. Hakimin mübah əməlləri etməsidir. İkinci forma, daha doğrusu hakimin mübah əməlləri etməsidir. Belə ki, yəni bu özü-özlüyündə bu feilə görə nə əl-vəla, nə bəra gərəkdirmir. Nə sevgi, nə də düşmənçilik gərəkdirmir. Yəni bu feilin özü. Yəni hakimin özündən danışmırıq, feilin özündən danışırıq. Çünki mübahdır. Yəni onun üzərində mübahın öz-özlüyündə nə tərif, nə də tən gərəkdirmir. Və yaxud ona görə nə savab yoxdur, nə də günah yoxdur. Bugünkü günü bəzi hakimlərə tən edənlər baxırsan ki, rəhbərlərə mübah əməllərdə biraz genişliyə yol verdiyinə görə tən edirlər, dil uzadırlar. Baxın, necə saraylarda yaşayır. Baxın, necə bir təyyarə minir. Baxın, necə bir maşınlarda gəzir. Yəni, bu nədir? Bu tənin bir növüdür. Bəli, ola bilsin, o mübahlarda təvəssü, yəni daha da genişliyə yol açıblar. Lakin o da ola bilsin, onun tutduğu vəzifənin gərəkdirdiyi bir şeydir. Yəni, hakim, yəni təsəvvür eləyin, bir dövlətin başçısıdır və dövlətin başçısı, yəni, bir kasıb daxmada yaşayır. Yəni, digər dövlət başçılarının ona hörməti necə ola bilər? Ona necə belə deyək ki, yəni, dünyada olan digər qeyri-müsəlman, məsələn, qeyri-müsəlman başçılar onun yanına gəldikdə ona necə sayğı göstərə bilərlər? Yəni, müsəlman, yəni, belə deyək, onun qarşıladığı adamlar və yaxud onun oturub durduğu adamlar da elə bir insanlar deyil və onları öz hallarına görə qarşılaması gərəkir. Ona görə bu məsələlər mütləq nəzərə alınır. Bu barədə qardaşlar, yəni əgər hakim doğrudan da bunları nəzərə alıb edərsə, hətta bu əməl bəlkə də müstəhəb bəyənilən əmələ girir. Birinci formaya girir. Ömər radiyallahu anh xilafəti dövründə Ömər radiyallahu anh Şama gələndə və onu qarşılamağa Muaviyə radiyallahu anh çıxır. Muaviyə radiyallahu anh böyük bir qoruma ilə ətrafında insanlarla çıxır. Və Ömər radiyallahu anh ona soruşur ki, bu ətrafında olanlar insanlar səni qorumaq üçün bu doğrudurmu? Deyir, bəli, ey əmrəl müminin. Ömər radiyallahu anh deyir, mən eşitmişəm, sənin qapında insanlar, ehtiyac sahibləri durduğu halda mı sən bunu edirsən? Deyir, bəli, ey əmrəl müminin. Deyir ki, nə üçün bunu edirsən? Muaviyə radiyallahu anh deyir ki, ey əmrəl müminin deyir. Ömər radiyallahu anh cavab verir. Deyir ki, biz elə bir torpaqda yaşayırıq ki, yəni Şamda, burada casusların çox olduğu bir yerdir. Yəni, düşməndən çoxlu casuslar var Şamda. Və burada bizim vacib olan odur ki, biz sultanın izzətini izhar edək, sultanın izzətini göstərək və bununla da onların qəlbinə qorxu salaq. Əgər sən mənə əmr edərsən ki, bu şeyləri ləğv edin, bunların hamısını tərk edim, mən onu edəcəm. Və mənə əgər izin verərsənsə və bu mən əmələm üzərində davam edəcəm. Və Muaviyə radiyallahu anh deyir ki, əgər sən dediyində haqsansa, sənin görüşün daha doğru görüşdür. Yox, əgər dediyində batildirsinsə, bu bir hilədən başqa bir şeydir. Deyir o zaman, ey əmrəl müminin, mənə əmr elə. Deyir, nə əmr etmirəm, nə də qadağan etmirəm. Yəni, istədiyini, nəyi məsləhət görürsən, onu et. Ömər radiyallahu anh ona bu əməli qadağan etmədi. Çünki Muaviyə radiyallahu anh ictihad edib, orada məsləhət gördüyü üçün, yəni, düşmənin qəlbinə qorxu salmaq üçün, müsəlman hakimin izzətini göstərmək üçün bu şəkildə edirdi.